Şəklə əsasən iki cisim görüşməlidir və bizə mühüm bir məlumat veriblər ki, 20 saniyə sonra görüşəcəklər. Bax, elə biz oradan yola çıxaraq, baxın, bizə deyir ki, birinci cisim düz xətli bərabər sürətlə hərəkət edir. Bax, bu cisim. Onda elə gəlin buradan hərəkətə keçək. Bu cismin sürətini V bərabərdir 8 verib bizə. Zamanı da 20 deyir, hansı ki 20 saniyə sonra bunlar görüşəcəklər. T bərabərdir 20-dən. Baxaq görək, birinci cisim nə qədər yol gedəcək? 160 metr yol gedəcək. İndi birinci cisim hardasa bax buralarda bir yerdə olanda bu iki cisim görüşəcək. Yəni 160 metr cəmi yol gedəndə. O zaman birinci cisim 160 metr irəli gedəndə ikinci cisim nə qədər məsafə qət edəcək? 500-dən 160-ı çıxdıq, qaldı 340 metr. İkinci cisimdə 340 metr məsafə gedəcək. İndi gəlin ikinci cismin hərəkətini təhlil edək. Hansı ki elə bizə ikinci cismin başlanğıc sürəti lazımdır onsuz da. İndi S bərabərdir 340 verilib bizə. Sonra təcil A bərabərdir 0,7 verilib. Məsafəni tapdıq, təcili tapdıq, zaman T bərabərdir 20 verilib və biz indi yolun elə bir düsturundan istifadə edək ki, orada həm təcil olsun, həm də zaman. S bərabərdir daha doğrusu, V0 da var. V0T üstə gəlsin AT kvadratı böl 2. Buradan eyniyirik. S-in yerinə yazırıq 340. V0-ı bilmədiyimiz üçün 20 V0 yazırıq. Niyə? Çünki zamanın yerinə 20 yazdıq. Sonra üstə gəlsin A-nın yerinə yazırıq 0,7. T kvadratının yerinə 20-nin kvadratı 400-dür və bu 400-ü də 2-yə böləndə qalır 200. Yəni 0,7-ni vururam 200-ə. Biraz da sadələşdirək. Deməli 0,7-ni 200-ə vuranda bu bizə verəcək 140. Buranı elə silib yerinə 140 yaza bilərik. Sonra bu 140-ı bu tərəfə çıxaq kimi atanda cavab olacaq 200 bərabərdir 20 V0. Buradan da V0-ın qiymətini 10 tapa bilirik.